Salam, hər vaxtınız xeyir. Azərbaycan televiziyasının efirindən ASTV xəbərin saat 16-ya olan buraxılışını təqdim edirik. Studiyada Cavid Sadıqovdur. Murov Qartalı, əfsanəvi komandir. Söhbət torpaq uğrunda canını fəda edən Raquf Orucovdan gedir. Aprel döyüşlərində igidlik nümunəsi göstərən Azərbaycanın mərd oğlunun əbədiyyətə qovuşmasından artıq 9 il ötür. Bugün ailəsi, döyüş yoldaşları və onu daim xatırlayan insanlar məzarını ziyarət ediblər. Yeddi əskəri əsirlikdən xilas edən, tək başına erməni hərbi hissəsinə daxil olub oradan sağ çıxan, erməni komandirinin oğlunu girov götürən Murov Qartalı Raquf Orucov. Raquf Orucov 18 yaşından ordu sıralarında xidmətə başlayır. Sovet qoşunlarında xidmət etsə də Qarabağ döyüşləri zamanı hərbi hissəni tərk edir. Doğma kəndinə gələrək Allahverdi Bağırovun dəstəsinə qoşulur. Fərrux dağı və Aranzəmin kəndinin müdafiəsi zamanı yaralanır. Həmin günlərdə Raqufun dayısı ermənilərin Ağdama hücumu zamanı şəhid olur. Anası isə ermənilər tərəfindən qətlə yetirilir. Raquf bundan sonra hərbçi olmağa qərar verir. Doğma torpağı Ağdam işğal olunandan və anası orada şəhid olandan sonra bütün həyat amalı vətənin azadlığı idi. Raquf Orucov 26 il xidməti dövründə o amala doğru yürüdü, vətənin azadlığına doğru yürüdü. Hər bir qadına da nəsib olmur ki, bir şəhidin, bir vətən oğlunun həyat yoldaşı olsun. Biz o həyatı yaşadıq və həmişə çalışmışam ki, Raquf Orucova layiq övladlar yetişdirək, Raquf Orucova layiq bir ailə üzvü olaq. Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. Təyinatını ön cəbhəyə Murov dağı alır. Kəşfiyyat bölüyünün komandiri təyin edilir. 1995-ci ildə Murov dağda ermənilər 7 Azərbaycan əskərini girov götürür. Onların erməni əsirləri ilə dəyişdirilməsi qərarı alınır. Raquf Orucovun komandanlığı altında 6 nəfərlik heyət Kəlbəcərə gedir. O, əskərləri ilə birgə 10 gün ermənilərin nəzarətindəki ərazilərdə qalır. 3 ermənini girov götürür. Bu əməliyyat sayəsində əsir olan 6 əskərimizi qaytarmaq mümkün olur. O həmişə şəxsiyyətini qorumaya çalışırdı. İstənilən çətin şəraitdə həmişə özü ən öndə olurdu. Ən böyük arzusu idi ki, bayrağımızın Qarabağda dalgalanması, doğma Ağdamın, Şuşanın, Qarabağın bütövlükdə azad olunması, şəhidlərimizin ruhu şad olması. Sevindiyimiz odur ki, Raquf Orucovun yetişdirdiyi qəhrəman zabitlər, onun döyüşçüləri onun arzusunu həyata keçirdi. O, tək başına Kəlbəcərə gedərək ermənilərin hərbi hissəsinə daxil olur. Əskərlərin səhər düzülüşünü, hərbi hissənin korpuslarını videolentə çəkərək sağ-salamat geri qayıdır. Bu cəsurluğuna görə, hərbi xidmətlərinə görə medalı ilə təltif edilir. Bundan sonra Murov Qartalı adlandırılır. Komandir olaraq hər zaman özü qarşıda və əskərləri isə arxasında olur. Nümunəvi xidmətindən biz özümüzə bir yol seçmişik, hər zaman onun getdiyi yol getmək istəmişik. Və bizim üçün çox ağır olsa da, həm də qürur vericidir ki, bizim nümunəvi komandirimiz bizim üçün, torpağımız üçün, Azərbaycan xalqı üçün şəhidlik zirvəsində qaldı. Bəli, Raquf Orucov 2016-cı ilin aprel döyüşlərində Ağdərənin Talış kəndinin azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşür və şəhidlik zirvəsinə ucalır. Bugün ruhu şad, ərazilərimiz isə azaddır. Doğma torpağı Ağdam yenidən sakinlərinə qucaq açır. Raquf Orucov kimi qəhrəmanlarımızın adı, şücaəti Azərbaycan tarixində əbədi yaşayacaq. Şamilə Şamil qızı Novruz Kazımov, ASTV xəbər.